Yeni bir vlogdan salamlayıram hər birinizi dostlar. Bugün Novruz bayramıdır. Bayramımız mübarək. İnşallah bu il çox bərəkətli, günlü, günəşli əsası olar hamımızdan ötürü. Xoş xəbərlər eşidəsiniz. Təkcə həmişə həyatımızda baharlar olsun, çiçəklər olsun, güllər olsun, musiqilər olsun. Heç vaxt qəm, kədər olmasın. Bütün xoş arzu, diləklərimi sizə arzulayıram. Mən artıq başlamışam Novruz hazırlıqlarıma, süfrə hazırlayam, amma ondan əvvəl sizə bunu göstərmək istəyirəm. Səmənim böyüdü dostlar. Yəni o qədər danışdım. Səməni də o bezdi dedi ki, mən böyüyəsiyəm, əl çəkməklə mənim o qədər yandırdınız. Amma ən qəşəng böyüyəm budur. Ondan sonra bir də budur. Bunu boilerə qoydum əslində, daha tez böyüsün deyə yazılmış, isti olmalı. Düşünmüşəm, burada istiyə çox çatmır. Amma bu burada böyüyəndir və altında pambıq olandır. Altında pambıq olanlardan biri budur deyəsən, səhv eləmirəmsə. Yəni altına pambıq qoyduqlarım daha tez böyüyür. Arxada da biri var, o keçəl qatdır. Bulayda da heç nə. May ayında qoyasıyam olan stoluna. Amma ən qəşəngi budur. Ona görə bunu artıq stoluma yerləşdirə bilərəm deyə düşündüm. Onu da olar əslində yerləşdirmək. Onu da bir tərəfə qoyaram. Kuxniyə qoyaram onu da. Belə burada bayram hazırlıqlarına başlamışam. Biraz dağıdıb tökmüşəm ətrafa. Çünki iş görəndə malum məsələ hamımız hər yeri dağılıb tökürük, sonra yığışdırırıq da. Daha o deməyə ehtiyac yoxdur. Burada belə salat hazırlayım. Əslində normalda bayramlarda, seyranlarda həmişə belə aş qoyulur. Nə bilim, yəni Novruza aid bir salatlar qoyulur, təyamlar qoyulur. Milli təyamlar deyək Novruza aid deyəndə. Mən amma biraz bundan kənara çıxmışam. Çünki bu gün qonağım olasıdır. Demirəm hələ kim. Videonun növbəti qismlərində yəqin ki özünüz görəsiniz. Və düşündüm ki, uzaqdan gələn qonağımdır. Düşündüm ki, yəni gələn adam orada aş yeyib gəlir. Bir də mən orada qabağına aş qoymayım, ona görə aş bişirməmişəm. Yəni nə istədiyini, nə xoşladığını bilirəm, ona görə xoşladıqlardan bişirmişəm və onunla yanaşı belə badımcan qızartmışam, xırçıltılı bir vəziyyətdə. Bu badımcağı xırçıltılı qızartmaq çox asandır. İnsanlara nəsə çox çətin gəlir bu proses. Əslində çox asandır. Mən kanalımda bir neçə il öncə paylaşmışdım, amma qoy belə deyim, yenə izləməyənlər varsa. Yəni badımcanı adı qaydadır. Doğrayırsınız, uzun da doğramaq olar, kub formasında doğramaq olar. Mən həmişə uzun hazırlaydım. Bu səfər belə kub formasında dedim doğrayayım. Belə bir vilkalıq şeylər tüşlədilmiş bir tadımlıq olsun. Belə kub formasında doğradım. Üstünə biraz duz səpdim. Biraz əlimlə sıxdım. Sonra üstünə kraxmal əlavə elədim. Yaxşı-yaxşı qarışdırdım. Sonra duru yağda qızartdım. Yəni simişka yağında və yaxud hansı yağdan istifadə edirsiniz, fərqi yoxdur, o yağda qızardırsınız. Üstünə belə kişniş əlavə elədim. Burada pomidor soyuram yox, doğrayıram. Pomidor doğramışam, pomidoru bura əlavə eləyəcəyəm. Hələ indi əlavə eləmirəm, çünki pomidorun suyu dəyib, istəmirəm badamcanlar biraz xırçıllılığı içsin. Ona görə son momentdə əlavə eləyəcəyəm. Bir yarım saat uzadım var. Ən axırıncı moment onu əlavə eləyəcəyəm. Sonra üstünə biraz susam səpəsiyəm, biraz da nar şərabı. Əslində bunun üzərinə soya sosu ilə fərqli bir sos hazırlayırlar. Amma mənim o soya sosunun tamı çox xoşuma gəlmir deyə nar şərab əlavə edirəm. Möhtəşəm olur yəni həqiqətən. Yəni siz də belə hazır qabaqdan yay da gəlir, öz həyatınızdan badımcan falan dənləyəsə elə elsə olsa, indi burada məsələn mən anamzad da edir. Yəni asan bir şəkildə hazırlaya bilərsiniz. Çox dadlı alınır həqiqətən. Yəni restoranlarda yeyilənlərdən qat-qat dadlı alınır. Belə, biraz sonra süfrəmi hazırlayacağım. Yavaş-yavaş artıq bayram hazırlığına başlayırım. Sizin hazırlıqlarınız nə təcidir, yazın. Nə bişirdiniz, nə bişirəsiniz. Heç olmasa növbəti etaplarda qonaqlarım gələsin deyə. Bu aralar qonaqdan bolam, çox şükür. Yəni, onlardan ötürü bana da bir fikir olar ki, hə, bu yeməkdə var yemiş əslində. Bunu da hazırlaya bilərəm. Gözləyəcəm yorumlarınızı. Bu səmərimi dəyişdirdim. Bu ötən səbəblə bazardan olan səmərdi. Demişdim sizə də ki, bəs deyəsən solasıdır bu gedişdən bayrama qalmayası. Evet dostlar, soldu maalesef. Ona görə öz səmərimi qoyası oldu. Yəni öz səmərimə qaldım. Amma yenə də sənə minnətdarım, incimə. Bir günə qədər günümü gözəlləşdirdiyimə görə minnətdarım, heç nə olmaz. Əsl odur, mən bunu gördüm, sevindim. Ondan sonra bunlar yarandılar. Obşim, bu səmərimi aparım, yerləşdim stolun üstüne. Aida! Смотри, кто пришла! Aida! Тетя Аида! Qaçdı, getdi halası. Aida! Смотри, кто тут! Тетя! Bakşı.
Yaxşı mı? Paçaloy de sen de paçaloy. Tanımadın? Tanımadın? Yaxşı mı? Dostlar, videoda da görüyoruz şimdi bacım gəldi. Ay günümdən ötürü. Prosto mən ay günüm gecdə həm də tətil düşütdü deyə gəldi. Prosto mən ay günüm 26-sıdır. Maalesef 26'sına kadar iş başlayır diye biraz ay günümü bir neçə gün önceden qeyd eləyəsiyox. Ötən ildə deyəsən eləmişdik, baldızım gəlmişdim da. Ha, bu ildə elə eləyəsiyox çünki getməlidir. Yəni ay günümə dayana bilmir. Düzü video çəkəsiydim. Prosto işte yemək qoy, çay qoy, nə bilim gələn veşləri falan götür. Mamam mənə qəşəng güllər göndərdi. Onları sizə göstərəcəm. Köşklü göndərdi. Ötəki həyətə bastı. Bir dənə qızıl gül göndərdi. Sırası getdim həyətə bastırdım, köhlü göndərdi deyə. Dəvələr göz bənövşə deyə almışam sağ o gün deyir. O göndərdi. Sonra həyətindən xıda bənövşələri oraya. Onlardan göndərdi. O hamısını sizə göstərəsiyəm. Uşaqların dalınca getməliydim. Ona görə çatdırmadım hamısını eləyib istər-istəməz. Xaldırnikə də buz gözündə qoyulası şeylər zad var idi. Nə bilim yerləşdiriləsi şeylər də var idi. Yemək çay da vermək var idi dediyim kimi. Hamısını bir arada çatdıra bilmədim. Dedim qaçma ki, hamısı qalan şeyləri, göstəriləsi şeyləri stolun üstündə saxlamışam. Dedim qoy uşaqları geyim, götürüm, gəlim. Yollarda probka da hər yer. Düz 15 dəqiqəlıq yolu. Görək 35 dəqiqəyə çatasıyam mən bir gün. Əsgər neçə gündür düz gün sayır ki, tiyotya hava gəlir, tiyotya hava gəlir, günəş də gözümü çıxartdayım onunla. O üçün geyim götürüm uşaqları gəlsinlər, görsünlər tiyotyalarını. Biraz düşlədim, xəstət gidərsinlər. Ayı da aynen ki, bacımla qoyub qaçır. Əvvəl dedim, getmək istəyirsən, sadiqicə sən də falan söndüm, yol gəlmişsən, ürəyin zad da bulanı deyəcəksən, yazsan, özü də gəlmək istəmədi, yol gələn ürəyi bulanandı. Dedim, yol zad da elə probka olacaqdı, axşam probkası. En yaxşısı elə ayı ilə sən otur, qoydum, qartım sözdə otun oynayında qalsız, qayrında özüz bəs. Dedim, ayı ilə özə öyrəşdir, yayda mən qoyub qaçaram sizə plan quram indi. Deyim, uşaqları götürüm, çox xalıların görəndə qayrılar. Onu da çəkərəm, yadıma düşsə əgər. Скажи, это что такое? Торт Для кого? для тети Севы. Tete seviyor, tort hazırlayacak. Mama tort pişirmemişti как раз. Sen hazırlamışsın. Молодец. Вот, уже опа. Çatdıq sadikə eve. Ay qız oppanma. Mama. Esra. Отправь это тете Севе. Hı, verəsən yaxşı girən kimi. Getdik. А вот скелеты я подарю Алексу. Алекса. Скелеты niye Alex? Gece подарок yerinde. Купим хорошо что-то другое. Из него я сделал. Из пластилина я тоже сделал, чтобы... Ну вот, машинки. А это что? Для Алекса это? Машинки. Покажи. Yapışıtlar biraz. Красивый. И еще одна. Ну ладно, пошли. Давайте. Там еще и танк. Tank? Да. Ne kadar hediyelemsin Alex'in тебе? Вот танк. Вау, какой танк Это красивый. колеса. Ты сам это все сделала? Ага. Молодец. Ладно, Если пошли. кто-то Сидишь. Тетя Сева! Taktı döktü her yeri. Тетя Сева! Кто это? Тетя и мамина кактус! Смотрите, какая она кукла у меня. Что надо сказать? Здрасте. Здрасте. Hoş geldin sen de. Смотрите, какая Sağ hadi, sağ tort bir şey ihtiyaç şey. Спасибо. Hadi çok. такая красивая я у меня. Oğlum sen Usta, süt ben alsana. babamın kokusu. Verdim sana. Sen olsun. Alex'e de şeyliydi, hediyeliydi. Hazırlıydı. Bu çıraq göstersin. Buradan girən kimi bilir, bax tötəsinə deyir ki, gidə naş padarki. Az padark soruşurlar, demirlər ki, xoş gəldin, sabah gətirdin, həmişə sən gələsən. Padark soruşurlar mənim uşaqlarım. Alttaki şey sumkam var. Aydan da sumkası var idi.
söküddü. Akı sən verdi də hara boylansan? Sən hədiyələri o götürmüsən yeri. Бабочки. Вау, какая бабочка. Видишь, какая красивая? Mən də istəyəm. İstəyəm, mənə də verəsən o бабочкаdan. Хорошо? Нет, Ой, спасибо. вот это. Это мне да? Вау, какая машина. О, Спасибо. А когда к нам папа придет и будет баран, bayramdı da уже. Вот тетя приехала и bayram у нас сразу. Да? Любишь тетю? Bu da soyunun koftasını giyiyor şimdi. Перечила. Ne oldu? Babuşka çıkardı. Ne kadar koparsın gətir. Deyim bizde de var idi o vaxtı. Ha, işte sökəcəklər. Söktüm ki. Elədir o. Bizde de deyim var. Покажи. O vaxtı bizim de dövrümüzdə var idi öyle. Dəmirli babuşkalar ürəyimiz yüzündən ötürü. Ha, ты тоже возьми. Hamısı dişi sadik aparasıyım qızlara göstərəcəm. O yerləşmir, o saça vurub aparasan sən. Мама, так неудобно. Вместе вот этой. Esra yufkasını elinden alana it. Çiğniyordu. Ha kız içe dosa. Есть такая красивая кукла. Смотрите, вот какая она. Смотрите, какая вот. Kötüye versen o. Мам, когда мы будем кушать? Мам, когда мы будем кушать? İki kuş eski. А папа когда будет? Sonra. Kuka yiyor kukla. Вау, какая красивая. Gəlin sizə dəvərə göz bənövşələrimi göstəreyim. Elə ağıdından, qarasından. Sarısı bənövşə idi əslində, ağqara deyil. Sonra bu həyət bənövşələri. Bir daha bu bizim həyətimizdə şəkildə o qədər olurdu ki, elə topa içi. Bunları torpağa bastırmışım hələlik. Bilməm, həyətdə dözməzlər hələ ki, ona görə içəri qoymuşum. Sonra burada belə və iyisi var qəşək. Suyun içərisinə qoymuşam bu, köksüzdür yəni. Bir də ha bu deyəsən bilmədim nədir, nərgizdir yeraf. Bir dənə də zoğ var idi, onu da həyətə bastırmışam aparıb. Bir də amma belə bir Navruz dekorları aldı bacım. Adamlar aparım xonçama düzüm. Xoruz da var. Mama bu şeydir. Evet şey de var burada. Nədir? Ördək, qaz deyəsən. Burada şey taparım haydan xonçama düzüm. O yaşıl hazırladığıma. Yumurta dövüştüğüme çatmışım. Да, ты разобьешь ее полностью. Так, я сопела. Давай. Ну пусть Аида. Аида, будешь? Ay da eləmir, Esra vur. Aslında. Açancısındı. Esra sen vur indi. Sındırdı. Sındırdı. Что делаем? Çimut uzdu, çimut da. Я. Что я Аида? Üstü da, uca dava düştü. Yaxşı. Daha uca vacib deyil, çimutdu, çimutuz. Ayda. Çimut da. Я с вами. Esra. Молодец. Bu da çok mesela. Samovardan ötürü çaynik. Uca samovarın vaxtıdır, kakraz samovar çayından ötürü çaynikimiz də gəldi, çıxdı. Və bu da mənim hədiyələrim var. Bunları deyəm ki, qoy sabah açaq. Sizdən bərabər. Leyla göndərdim ha. Leylanı tanıyanlar tanıyır, Instagramdan tanıyanlar. Öz mağazası var. Lila Accessories Şəkidə. Ekonom marketin altında təzə bir mağaza açdı. Təzə deyil oraya, amma yenə də bir neçə ay keçdi. Və oradan mənə hədiyələr göndərdi. Mənə gülmə. İndi hava qaranlıqdır, indi açmaq istəmirəm, axşam oldu, qoy sabah açıb bərabər baxarıq nə var deyə. Özüm də heyecanlanıram, inan ki açmamışam gördüyünüz kimi hələ. Tansın göstərir xalasına.
içində tas elə doxsa. Saçı oldum, ayıcı saçı oldum. Ağzını tut. Aman o Esra. Şey takıldı. Prinsesa. Танцуй. Söz. Тоже танцуй, Esra. Я не помню как. Войско. Ну как, что? Танцуй, иди там тоже. Как можешь иди. Я только забыла. Да я вообще забыла. Вон. Ничего. Красавица. Я помню, только оно... Ne kadar tonun var? Ne olsa altın. Я помню. Atsana bir metre kolayca. Sabah saat ucaq sadəcə geyinəm, xoş almaq. Qırığım düşəcəkdi. Ну, Gəldim sizə burada mücrümü göstərməyə söz nəsil mənasında. Belə bir mücrü hədiyyə göndərdim Leyla. Belə bu şəkildə açılır. Özünün açarı da var orada. Gördüyünüz kimi. Belə içərisində belə güzgü var. Daha sonra belə cibləri var. Amma ondan əvvəl qoy içərisində şeylər göstərim, sonra mücrünün özünü göstəririm. Məncə deməli bunu Esradan ötürü göndərdilər deyəsən. Evet, sumkasını asaram. Daha sonra bu nədir? Gəlin baxaq bir yerdə. Mən xoşuma gəlir aksesuarlara baxmaq. Taxmaq daha çox xoşuma gəlir təbii ki. Baxmaq da xoşuma gəlir amma. Çox qəşəngdir. Kakras mən həmişə Leyla'dan istəyəndə həmişə maddi sahənə göndərim. Nə istəyirsən özün seç. Həmişə belə ağlı qızılı, mirvarili qızılı deyə elə şeylər seçirəm. Sonra nəsə qara paltar taxanda, gümüşü paltarlı nəsə bir şey geymək lazım olur. Görürəm ki, yoxumdur. Bu səfər demişəm ki, qoya biraz gümüş bir şeylər daha çox olsun. Nəinki qızılı, bu çox qəşəngdir, amma superdir. Bunu mən kombin eləməliyəm. Daha sonra mənim ən çox sevdiklərimdən fərqli üzüklər. Çox qəşəngdir. Özdə böyük üzüklərdən falan xoşum gəlir. Düzdür, hər deyən taxmıram. Amma yəni həftədə bir dəfə, 2 dəfə evdən çıxanda taxanda mənə bəs olur. Çox qəşəngdirlər, sədəfli. Baxın, nə şirinlər. Dırnaqlarım biraz səliqəli deyil deyə çox qəşəng qalmır dırnağımda. Amma dırnağımı yaxın düzəltəsiyəm, bunu da taxasıyam, bunu da yenə göstərəsiyəm sizə. Bu sədəflər xoşuma gəlir. Bu dekor olaraq çox xoşuma gəlir. Daha sonra bu nədir? Bu da onun bənzəridir. Hamısından göndərdi, sağ olsun. Hər formasından göndərdilər. Bir də bu zitdən özüm seçmişdim, çox xoşum gəlmişdi. Belə bir fərqli üzüklərdən xoşum gəlməklə. Bir sırqa, bir üzük ən çox taxıram. Belə bir cür göndərdiyim, o qulağıma taxıb baxmaq istəyəm. Prosto qulağımdakı sırğalar biraz şeydir. Sırğalar mən çıxardanda taxamıram, taxanda çıxardamıram. Ona görə deyərək bunları çıxardım, taxım. İndi onu taxmaq istəyirəm. Yaz gələndə ümumiyyətlə belə sırğa taxıram. Qış boyu belə bu qızılları taxıram. Qulağımda durur, rahat olur. Çünki axşam elə yatıram, çıxartmıram, eləmirəm. Amma yaz gələndən sonra fərqli bir şeylər istəyirəm deyə bunu taxasıyam. Burası kəpənəklidir. Burada hələ mirvarisi də var deyəsən. Qoy, açın baxın. Tapdım. Burası belə sallanır, mirvarilidir. Burası taxılandı. Burası da keçirilənən yeridir. Aslında mən qulağımdakı sırğaları çıxartmasam da olar müayinəcəyə. Bir dənəsini buradan taxsam, o birisini bu tərəf uzasam. İndi baxasıyam. Sırı ilə hamısını baxasıyam. Əvvəlcə göstərim qoy sizə. Daha sonra belə bir sep. Belə ümumiyyətlə sepləri çox xoşlayım. Belə hər tərəfindən bir şey sallanan. Belə qaşlı, kəpənəkli. Ümumiyyətlə yayda vəbşi qəşəng görsəm. Belə seplərdən məndə çox idi. Lilladan almışdım hamısını. Yəni çox qəşəng görsən, həqiqətən çox xoşuma gəlir. Ona görə indi belə hər tərəfində bir şey olanlardan hər dəfə istəyirəm. Bunu yəni görən kimi dedim ki, mütləq ayırmalısan. Özü də dedi ki, sən heç yazmamışsan, sağ ayırmışam mən bundan.
Çünki burada belə bir quş detayı var və video belə xoşuma gəlir. Belə quş detaylarından falan. Çox möhtəşəmdir. Yəni həqiqətən çox bayılmışdım buna. Sonra buna uyğun belə bir biləzik də qoydu, içilidir. Bunlar ümumiyyətlə hamısını yayda taxmaqdan ötürü, dənizə taxmaqdan ötürü istəmişəm. Dənizə geyirəm də göyərçəm. Geyəsiyəm inşallah bu il ümidim var. Hamısını belə taxıb cəzəsiyəm. Bu da əsgərə göndər deyəsən. Sumkalardan ötürü də əslində əsgərə göndər deyəndə mən özüm də sumkamı taxa bilərəm. Prost mənə bunlara aid sumkam yoxdur da. Əslində nə cəhray sumkam var. Taxmaq olar bilməm amma Esra'ya versəm daha çox xoşbəxt olarsan ki. Şimdi koy. Burada da bir şeyler var. Wow. Göster. Qızıllı. Buna bənzərdir bu. Bu tipdə. Bunların adları necə bilmirəm valla düzü. Xüsusi adları var deyəsən, amma inanın ki yadıma gəlmir nədir. Sonra çox qəşəngdir. Mən ümumiyyətlə belə böyük aksesuarlara bayılıram. Prosto belə balaca şey ötən səfər deyim ki, balaca bir şey göndər deyək. Niyə sən böyük aksesuarlar xoşlayırsan deyəm ki, daha o qədər böyük aksesuarım var ki, balaca bir şey taxmaq istəyəndə tapmıram heç. Önce belə xırda seçmişəm də bu səfər xırda aksesuarlar seçmişəm. Bəzilərini özüm seçmişəm əslində, bəzilərini özü seçib göndərdim. Bəzilərini belə deyim ki, o sev kimi ortaq seçmişik. Bu da məsələn çox şık görsənir qulaqda. Bu da ki, vəbşi bu ikisi əsl şahzadələr kimi. Şahzadələr saçlarını yığırlar, qulaqlarına belə taxırlar. Ondandır. Bu sepin şeyidir deyəsən. Bu əslində mən sırğasını seçmişdim. Sepini seçməmişdim. Sepini özü göndərdi belə dəstə olsun deyə. Çox qəşəngdir. Çox zərif düşüncədir. Bu da ki, wow, yəni. Kariçniviydi. Biraz tüt düşür niyəsə rəngi orada. Çox. Göstərəcəklərim, aksesuarlarım bu qədər. İndi bunun içərisində sizə göstərim. Belə fərqli yerlər var. Saat taxmaqdan ötürü, biləzik taxmaqdan ötürü. Özüm seçdim çünki mənim bir iki dənə saatim var. Həm belə tullayıram əl altına. İtir qalır. Ona görə dedim ki, qoya belə bir şey seçim ki, həm saatlar yerləşsin, həm nə bilim digər aksesuarlarım, biləciklərim falan var. Belə yekə, kelepçə model onlar yerləşsinlər. Sonra bura xırda xuruş şeyləri qoyaram və yaxud seplərə asaram, oradan sallanar. Burada da o şimdi qatları yəni çoxdur bu vəbşi gizlin qat kimi. Oy. Gizlin qat kimi görsənir. Belə qoysam, su altı nə olduğu uca bilinmir və belə örtüb bağlayırsan ki, biz uşaqlar və aksesuarlarımı gəlib nə almasınlar, götürüb qaçmasınlar. Çox qəşəngdir, amma belə götürüb harasa bir yerə aparmaq da olar. Yəni məncə çox qəşəngdir. Super bütün aksesuarları yerləşdirməkdən ötürü və belə basırsan, sonra açılır. Təkəndən də aça bilirəm. İndi aksesuarlarımı buraya yerləşdirim, hamısını çıxardım, bir iki dənəsini taxmaq istəyirəm. Bunu da taxım yoxdur, taxa bilirəm qulağıma. Sonra sizə göstərəm, taxa bilsəm. Gəlib yerdə oturmuşam ki, sizə burada daha işıqlı, daha qəşəng görsənəsin. Bunu da göstərim. Bunu belə taxdım, amma mən dediyim kimi bu sırğam biraz çox artıqlıq elədi, amma ümumi olaraq duruşu, görünüşü belədir. Məncə qəşəngdir, şirindir. Mən həmişə Instagramım açıq olanda orada taxırdım, göstərirdim sizə. İndi ağlıma gəldi ki, Instagramdan buranın nəyi əysikdir ki. Sizə göstərə bilərim. Bu arada çox qəşəng paralıyor orada. Niyə hiss olunmur? Cüzcüdən hiss olunur, amma orada nəsə hiss olunmur elə bil. Çox qəşəng qaldı. Buna vəbşi duruşuna bayıldım. O bizlərdən zaten çox sevə-sevə almışdım da. Ama bunun duruşu vəbşi qəşəng oldu. Özdə bu üzüklərlə də geyir. Məvələ daha qəşəng qaldı. Şirin. Bu qırmızı koftalarım falan var olanı günlük taxmaq olar. Sepləri taxmıram çünki görsənməsin. Görsənəm baldacı ilə də taxıram istəyir. Bu arada qeyd edeyim ki, Leyla Rusiyaya falan da göndərir. Başqa ölkələrə də falan da göndərir. Yəni çatdırılma falan heç narahat olmayam. Kleopatra. Yəni çatdırılma nətə olar falan heç düşünməyin. Yəni mənə vaxt oldu Moskvaya özü poçtdan göndərdi. Prosto indi bacım gəldi deyə. Dedim ki, bəs ona verə bilərsən, gətirə bilərəm. Ona görə bacımla göndərdi, amma bacım gəlməyən müddətdə həmişə özü deyir ki, poçtdan göndərməyən heç problem yoxdur.
Tez bir zaman, bir həftəyə falan da çatır, özdə çox uzun bir müddət vaxt almır. İndi mən üzüklərimi falan hamısını yerləşdirim. Bunu saxlayasıyam, çıxartmıram, qalsın. O birisilər düzü paltarıma hal-hazırda uyğun deyil. Həm də habon taxdım deyə o birisini tək qulaq taxmaq istəmirəm. Aksesuarların hamısını belə bu şəkildə bura yerləşdirdim. Uşaqların üçün bir kənarda saxladım ki, qoy gələndə verərəm. Sevinənlər aparırlar, asarlar sumkalarına. Sumkalar var, hərəsinin özünə aid. Adları yazılmış. Onların üstünə asarlar. Sevinə-sevinə Esra büyüğünü xalası alan hər şeyi taxıb inanınca getdi. Bütün koftan, yufkan giyin, üstündən biləziyin taxıdı, üstündən sepet taxıdı, üstündən o sancağı taxıdı, o bir rezini taxıdı, onun üstündən o birisini taxıdı, hamısını taxıdı. Üstü qrupa girən kimi də müəllimə göstərir, sonra o bir uşaq gəlir, o birisini göstərir, daha hamıyı göstərir təzəvvür gətirin. İndi havları da verim, qoy sevisinlər görüm. Əskər sabağı aparıb göstərməyə başlasın indi. Və onu da deyim ki, mən Leylanın əslində bir ara əməkdaşlıq eləydim Instagram üzərində. Əməkdaşlıq deyəndə o da yəni nə o deməmişdi mənə reklam edən, nə mən deməmişdim ki, sən reklam edeyim. Prosta mən xoşuma gələn aksesuarlar oldu, ona göndərirdi və istədiklərimdən seçirdim. Və bunun qarşılığında paylaşırdım. Uca Instagram hesabımı bağlamışam, yəni çox uzun bildiyi, çox uzun bilmədiyi kimi hesabımı bağlamışam və Leyla yazdı ki, işte sağ göndərmək istəyirəm. Dedim ki, bəs bağlamışam, mən səni reklam eləyə bilməyəsim, narahamıyəsim. Dedi ki, mən sənə reklamını göndərmirəm ki, prosto mən həmişə göndərmişəm, həmişə də sənə reklam eləyəsən deyə göndərməmişəm. Prosto sən biləm ki, xoşun gəlsən. Aksesuar və sumka mənlikdir, yəni sözləsin mənası. Paltara o qədər çox şey eləmərəm, o aksesuar və sumkadan ötürü ölüm. Bilirəm ki, deyir, xoşun gəlir. Ona görə göndərəsiyəm, heç reklam zad eləmə, reklam zad da istəmirəm. Səndən prosto mən nə qədər vaxt yığıram, işte bu göstərdiyim o quşlu sep olsun, bu klonu olsun, nə bilim sonra bu olsun deyə. Onları sırf səndən ötürü saxlamışdım, ona görə onları göndərmək istəyəm. Onun üstündə deyir ki, işte başqa ürəyin nəsə istəyən varsa deyilən, onları da göndərim. Amma yenə də mən bu şəkildə seçib sizə göstərmək istəyirəm. Yenə də sağ ol demək istəyirəm bura vasitəsilə. Siz də istəsəniz sifariş edə bilərsiniz. İnanın ki, yəni sırf reklam məqsədli paylaşmıram. Zaten bizim aramızda dediyim kimi həmişə heç vaxt reklam məqsədli bir şey olmayıbdı. Sadəcə ona bir jest eləyibdi. Belə aksesuarlar falan göndərdi, mücrü falan göndərdi. Mən də yəni öz tərəfimdən ona belə bir jest eləmək istəyirəm. Öz təşəkkürlərimi bildirmək istəyirəm və daha bura vasitəsilə. Əgər siz də istəsəniz, təbii ki, sifariş verə bilərsiniz ürək rahatlığı ilə. Çox qəşəng, çox fərqli modellər var mağazada. İnanın ki, videodan orada satıcılar falan göndərirlər ki, seçin hansını istəyirsə. O adam heç seçə də bilmir, o qədər qəşəng fərqli modellər var. Ötən səfərlə bacım da getdi bunları götürməyə. O qədər qəşəng şeylər var, o qədər qəşəng şeylər var. Hepsi de ladınıza. Bilirsən deyən çox qəşəng şeylər var həqiqətən mağazada. Yəni Şəkidə yaşayanlar bilirlər. Söhbət edəcəyik. Şəkidə ən qəşəng aksesuar mağazalarından biridir və dediyim kimi həm digər rayonlara, Bakıya göndərilmə falan hər yerə var. Türkiyədə göndərilmə eləyir, sonra başqa harasa fərqli ölkələrə falan göndərildi. Görürdüm də əvvəllər düz yazımdan çıxdı, uzun müddət girmirəm Instagrama. Yenə də əlaqə nömrələrini falan bura qeyd edirəm. Instagram adresləri, o adını da qeyd edirəm. Nətər yazmaq lazımdır. Instagramdan axtarıb sifariş eləyə bilərsiniz. Çox zövqlü bir qızdır, onu da deyim. Yəni elə belə şeylər yoxdur, qəşəng şeylər var həqiqətən mağazada. Hər formada bir şey var. Məsələn, mən deyək ki, bu belə yekə aksesuarlar xoşlayıram, belə bir yekə bir şeylər alam. Siz daha xırda, daha zəif bir şeylər xoşlayırsınız. Elə bir şeylər də ala bilərsiniz ki, məndə hamısından var. Demirəm bir ara ancaq böyük aksesuarlar seçirdim. Sonra mən hazırda biraz miniatür yerəcəyəni belə çox qulağıma gözə soxmaq istəməyəndə də deyək. Taxmağa şeyim yoxdur görürəm. Ona görə deyim ki, bunları sifariş elədim və bunları taxmaqdan ötürü səbirsizliklə inanınca bu gözümün qabağında asmışam. Bilmirəm, mən sadiq nətə abla taxımcıyım, nətə də taxmayımcıyım. Bilmirəm. Cəzmağa getməliyim abarlar və hamısını taxmalıyım. Yoruldum danışıb. Biləziyi də taxmadım, nə istətlər. Geçsək, dənizə geçsək, bunu taxıb xüsusilə çox qəşəkdir. Əsl yəni storylik. Storymdə yoxdur da düzdür. Amma əsl storylik. Stories qalsa sizin, internetiniz varsa və VPN-unuzda işləyirsə, alıb qəşəng storylər atmaq olar. Vallahi bu biləyə də bağlamaq olar əslində. Daha da qəşəng qalan məncə. Leyladan aldığım aksesuarlar və şişəsini işlədirəm.
suya da değin üzüklərim falan, amma hamısı çox qəşəng bir vəziyyətdə qalırlar. Belə, siz də yazın hansı xoşunuza gəldi, hansı daha qəşəng sizcə, sizin zövqünüzə hansı daha uyğun olardı və dediyim kimi istədikləriniz də olsa sifariş verə bilərsiniz ürək rahatlığı ilə. Tədiyyələr özümüzünküdür. Sizə əslində bu vlogu çəkməmişdim. Əvvəl başqa bir vloqda çəkmişəm. Amma onu yəqin ki bura yükləməyəcəm. Çünki video yenə uzun oldu. Bir yarım saatlıq video oldu. Çox uzun olmağını istədim. Çox uzun oldu. Bir keşke olmadı. Video çeçene yadıma düşündü. Videoda görenden yoksa bunu ben görmüyorum. Valla yaşadığımsa da düşmüyorduk diye kalmak. Ne danışırdım? Ha, siz bu videonu izlememiştin evvel. Biz aslında biraz başka bir yerlere yazıp geldim. Çok yorulmuşum. Buna göre biraz enerjim sözlesin. Ben aslında seher sonra da yazırımdı. Ama bu videonun ardına yüklemeyi istemiyorum. Çünkü video çok uzun oldu. Hakikaten növbəti videoda yüklesem artık bu bir hafta yakın ki bu videolardan ben paylaşırım bu çetişle. Çünkü malum mesela haftada 2 dəfə video paylaşıram ve bacım burada tez bazı bir günde 5 tane yere gitmeye çalışıyorum. Onun için çatdıraq deyir, orada cezaq, burada cezaq, orada ona bacım deyir, orada getmək istəyəm, burada getmək istəyəm, ona da baxıb, buna baxaq. Ona görə də hamısını bir gündə eləyəm, amma hamısını bir gündə yükləməyəsiyəm, növbəti etaplarda yükləyəsiyəm. İndi sabah acımda qeyd edilməyəcəyiz yox. Onu da vlogu, yəqin ki, bəlkə daha fərqli bir vlogda paylaşdım. Baxın, ben video çox uzun olsa ayrı paylaşasıyam. Çox uzun olmasa kısa bir yerde paylaşasıyam. Ve bu aralar vloglarım daha rengarenk olasıdır. Çünkü qonaqlarım yenə var. Bu barədə danışmaq istəmirəm. O qonaq yanında onun çıxışını göstərirəm. Sən yenə də izləyib görəsiniz. Gəl sən buna göstərim, sonra qoyum. Dedim vlogu burayla açmışam, burayla bağlayayım. Ondan soruşdum. Bu nəcizcülüymiş sən demə. Elə axşamdan suya qoymuşam. Burada uca bir dənəsi açmağa başlayacaq. İnşallah növbəti vloglarda sizə göstərərəm tam açmağını. Ay çox şirindir yəni. Belə dostlar, bayramımız bir daha mübarək olsun. Evinizdə həmişə ruzi bərəkət olsun. Özünüzə yaxşı baxın. Sağ olun. Gələn videolarda görüşənədək ümid edirəm vlog sizin üçün çox maraqlı oldu.